Aziz kardeşim, Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Sayın tören iştirakçıları, aziz Kahramanmaraşlılar, ilk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. ...6 Şubat 2023-cü ildəki dəhşətli deprem nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı qardaşlarımıza Allah'tan bir daha rəhmət dilirəm. Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün 10 minlərlə Azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələr gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır.